müəllim, bugün ilk dəfə Qazaxdayam və həqiqətən də çox gözəl bir görüntü ilə üzbəyəsəm. Yəni bir gənc olaraq, bir jurnalist olaraq, yəni mənə çox maraqlı gəldi və mən istəyirəm ki, bütün hər şey xırdalığından siz başlayasınız. Bu məkan haradır? Necə yaradılıb? 2012-ci ildə Akstafada Cənab Prezident İlham Əliyevlə ziyalıların görüşü oldu. Orada tarixdə qeyd bu tarixdə qeyd edilən 12-ci ildə. Deməli, bax bu şəkildə öz əksini tapıbdır və orada mən bir Qazaxlı ziyalı kimi qərar aldım ki, Qazax şairlər vətəni olduğuna görə Prezidentdən xahiş edim ki, Qazaxda bir ədəbiyyat muzeyi inşa etdirsin. Və Prezident dərhal reaksiya verdi. Demədi ki, yaxşı, baxaram. Dedi, hökmən mən bu təklilə baxacam. Və az keçmədən sərəncam imzaladı. Bölgələr üzrə ilk ədəbiyyat muzeyi Qazaxda inşa etdirildi. Güşələr ki var, hər bir Qazaxlı xalq şairlərinə, sonra tanınmış şairlərə ayrılan güşələr yaratdıq. Əşyalarını qoyduq, əlyazmalarını qoyduq, kitablarını qoyduq, şəkillərini. Bax, Vaqif Poeziya günləri 82-ci ildə Şuşada olan Heydər Əliyev başda olmaqla ilk dəfə Vaqif demək, məqbərəsinin açılışını əks etdirən şəkildir. Sonra Səməturun Bakıda 1975-ci ev muzeyinin açılışıdır. Ölməz bu gözəl aləmə idrakla gələnlər, məna evinin sirrini vicdanla bilənlər, aydanmı, günəşdənmi yarandın, de nədənsən, xalqın gözü də, qəlbi də, vicdanı da sənsən. Naxçıvanda Hüseyin Cavidin məqbərəsinin açılışıdır. Eləcə də belə bir güşə İlham Əliyevlə bağlı yaradılıbdır Ədəbiyyat Muzeyində və burada da görürsünüz ki, bax, Nəsiminin abidəsinin açılışı göstərilir, Çingiz Aytmatova orden verilərkən, Olja Süleymanova orden verilərkən, yəni bax, bu cür Yazıçılar İttifaqının binasının bərpasından sonra Anar müəllimlə olan söhbət bu şəkildə rəsmini tapıb. Buraya gələnlər ayaq saxlayıb, buradakı büstlər eşdə var, baxanda görsünlər ki, içəri girsinlər, görsünlər ki, nə qədər zəngin mədəniyyət beşidir bura. Kitabları görsünlər, əlyazmaları görsünlər, haqlarında məlumatları görsünlər. Buraya ziyarətə gəlirlər. Tələbələr gəlir, məktəblilər gəlir, Türkiyədən, Gürcüstandan, hardan gələnlər olanda, bax, biz necə ki, bax, indi danışdığım kimi, bunları məlumatlandırırıq. Alazan Baycan adlı Qazaxlı mühacir şair olubdur. Bu, Almaniyada yaşayıbdır. Freiburg şəhərində həkim işləyibdir, xüsusi klinikası olubdur. 89-cu ilə qədər yaşayıbdır. 2 ildə yaşasa müstəqilliyimiz görəcəkdir və gələcəkdir. Amma xəstələnib... O rəhmətə gedərkən onun bir sözü oldu. Rəhmətə gedərkən 3 kəlmə söz deyib gözünü yumubdur. Orada Səməd sözdə var, nəyə görə? Ona görə ki, Səmədlə Qazax seminariyasında birgə oxuyublar, Səməd Ruğunlu. 3 kəlmə söz deyib gözünü yumub. Azərbaycan, Qazax, Səməd deyib gözlərini yumub. Bir əsərdir bu. Molla Vəli Vidadinin nəvəsi Abbas Ağa Nazirin haqqında güşə var. Abbas Ağa Nazir Tolstoyla məhdudlaşıbdır. Görək, yuxarı salalda yaşayan, Qazaxda yaşayan adicə bir adam Yas Napoleon ilə özü də rus dilini gözəl bilmiş, məhdudlaşıb, əsərlərini tərcümə edibdir. Mən hər dəfə bu cür fikirlər səsləndirəndə ürəyim qürur hissi ilə dolur. Həm də ona görə ki, təsadüfi deyil ki, Qazax həm də ona görə şairlər vətənidir ki, Azərbaycan Yazıçılar Birliyinin Anar müəllim də içində olmaq şərtindən 10 sədri olubdur, onun 4-ü Qazaxlı olubdur. Bir qrup insan olub ki, onlar sağlığında olsa belə şərait olmayıb. Amma bir qrup insan var ki, ən azı şəraitimiz çox gözəldir. Vaxtı ilə dəyər verə bilmədiklərimizi indi dəyərləndirə bilərik. İnsanların bura marağı nə dərəcədədir, nə qədər gəlirlər, maraqlanırlar. Razısınızmı? Çox. Deməli, mən bayaq dedimdə
qürur duyuram ki, hər dəfə, bax bir gündə 10 dəfə yox, 20 dəfə də gələn olsa, mən həmən həvəslə, həmən sevgi ilə sizə elədiyim söhbətlərə onları eləyirəm, özümə də zövq alarım onlarla. Nə tərə zövq almayayım ki, bax Səməd-Vurğun güşəsi. Səməd-Vurğunun əl yazmasını təqdim eləyəndə bilirsiniz nə deyirəm? Deyirsiniz ki, deyirlər ki, o vaxt sözləri deyənmirdilər, falan edirdi. Deyirəm, bir baxın da, Səməd-Vurğunun Azərbaycan şeirinin adı bilirsiniz nə olub? Deyirəm, şairin türküsü. Öyrənirlər. Birinci bənd indiki kimi yox, başqa cür olub. Deyirlər, nə tərə? Eşitmişəm uzaqlardan sakit axan arazları, sınamışam, deyirəm, burada elə deyil axı. Eşitmişəm uzaqlardan terekləri, arazları. İlk əl yazmasında belədir. Terekləri çıxartdırıblar ki, deyirsən, Dərbənd də sizədir. Görürsən, bunlar çox mühüm məsələlərdir. Çox mühüm məsələ. Və ya deyir, qarışsın Qazağa Dilcan dərəsi. 23-cü ildə Dilcanı, indi Ermənistanın ərazisi kimi gedir. Bizim əlimizdən alıblar. Qazağın ərazisi olub, Qazaq mahalının ərazisi olub. Deyirəm ki, Səməd-Vurğun demir ki, qarışsın Dilcana Qazaq dərəsi. Gör, nə qədər siyasətlə, məharətlə deyir ki, qarışsın Qazağa əvvəlki əlimizdən alınan torpağımız Dilcan dərəsi, geri qaytarılsın. Bəs bu şair qəhrəmanlığı deyil. Yəni, bax, bunlar hamısı təkcə biliyimizi artırmır, həm də bizi gücləndirir. Bir silaha çevrilir əlimizdə və ya dediyiniz kimi detal, həm də silahdır. Düzdür, kitab silahdır, qələm silahdır. Bu qələm silahından istifadə etmək bizi çox gücləndirir. Bax, burada Hüseyin Əfəndi Qayıbov Zakafqaziyanın uzun müddət müftisi işləyib. Bax, heç bir bəlkə bu şairlərin biri olmayacaqdı. Klassiklərin şeirlərindən xəbərimiz olmayacaqdı. Əgər onun bax bu kitabları olmasaydı. Nazirin müavini burada olanda soruşdu ki, Barat müəllim, birinci dedi, çox xoşuma gəldi dedi bura, mən də çox sevindir. Və dedi ki, siz burada eksponatları hardan alırsınız belə? İnanma, sual verəcəm. Sən Allah. Valla. Deyəndə dedim, hansı şəxsi arxivdir? Mən çoxdan hazırlaşmışdım. Və yaxud siz dediniz, nə dərhaldır ki, belə bir ideya verdiniz prezidentə ki, belə bir ədəbiyyat muzeyinə ehtiyac var. Dedim ki, belə bir ədəbiyyat muzeyinə ona görə ehtiyac var ki, Qazaq şairlər vətənidir. Sizin təklifinizlə dedim, bu binanın böyründə şairlər parkı yaradılıbdır. Parkda qoyulan büstlərə eləcə baxıb keçəsən, bir də var ki, gəlib buraya girib, bu parkda büstləri uzadılan adamlar haqqında, sənətkarlar haqqında geniş təsəvvür yararsın. Kitablarını görəsən, əl yazmalarını görəsən, əşyalarını görəsən. Deməli, maraqlı bir əhvalat deyim, gən öyrənmə oxudunuz. Türkiyənin səfiri buradadır, deyim, Qazaxıstan səfiri, Qırğız səfiri, Özbək səfiri, gör nə vardı mən. Dedim ki, Səməd-Vurğunun Sovet Respublikaları olan dövrdə 15 dilə Azərbaycan şeiri tərcümə olunmuşdur. Həmən kitabdan bu tərcümələri də gətirdim. Bir bənd el bilir ki, sən mənimsən, öz nəvəmə verdim. 3 bəndi də Qırğızca həmən şeir, Qazaxca, Özbəkcə burada səsləndirir. İnandırım, bir teatr alındı. Dedi, sən bunu harada neysən? Dedim, bu kitabdan, bu da bax, tərcümə olunur. Yəni, o da baxdı, dedi ki, elə Nazım Hikmətə də burada gördüm, çox xoş oldu ki, Türkiyə ilə Azərbaycan əlaqələrini birliyi, bax, bir daha öz qabarıq əksini tapıbdır. Nazım Hikmət Qazaxda. Bu da bax, Meyti Hüseyin də böyründə. Gördüyünüz bu güşə əməkdar incəsənət xadimimiz və gözəl şairimiz Barat Vüsala aid olan bir güşədir. Və buradakı kitabları da görmək çox xoşdur. Sağ olun. İndi mənmi sizi tərifləyim, yoxsa elə sizin özünüzün axı əl əməyiniz? Yox, elə dediyiniz məsələdir. Bu şəkil yenə prezidentlə olan görüşdür. Bu da bax, İlham Əliyevlə. Bu da bax, mən bu tərəfdəyim. Vaxtilə Qazaxda daha bir görüş olanda burada həmən o görüşdən olan şəkildir. Bir də burada bir ovuc torpaq qəzetin başında bir ad var. Mənim çox diqqətimi çəkdi. Bu deməli bir olmuş əhvalatdır. 17-ci ildə Qazaxda ordumuz, qürurumuz, xalqımız, dayağımız adlı böyük bir vətənpərvərlik mövzusunda tədbir keçirildi. Demək, polkovnik Abdullah Qurbaninin və rayon icra hakimiyyətinin başçısının təşəbbüsündən. Orada Lülkada bir əskər gətirdilər ki, belə çıxsın ki, yaralıdır, ayağa qalxa bilmir. Oradan bir ovuc torpaq gətirdilər. Nəyə görə gətirdilər? Mən ayağa qalxacam, yarama torpaq tökün, mənim yazdığım bu şeir səslənsin deyə. Və mən o şeiri deyə-deyə o şeiri deyirəm və torpağı ona verən kimi yarasına tökdü və ayağa qalxdı. Çox təsirli. 17-ci ildə. Biz onda bilirdik ki, qalib gələcəyik. Allah bütün şəhidlərimizə rəhmət etsin.
Allah qazilərimiz Allah əlbəttə Allah Həqiqətən biz Allah bugünkü bu müasir onlara Azərbaycan onlara borcluyuq. Bəli. Bu isə Bax, bunlar mənim rəhbərlik etdiyim yazıçıların Qazax bölməsinin üzvləridirlər. Yuxarıda şəkilləri olanlar. Bu Molla Pənah Vaqifdir, o Vidadi edə bilir. Amma istəyirəm ki, bunlar bax bayaq haqqında danışdığım Alazan Baycan bax bu kişi olubdur. Qazaxlı olubdur, mühacir şairimiz olubdur. Almaniyada həkim işləyibdir, şair olubdur, şeir kitabları var. Öləndə 3 söz deyil olub. Azərbaycan, Qazax, Səməd deyib gözlərini yum. Bu da haqqında danışdığım Abbas Ağa Nazirdir ki, Tolstoyla məktublaşıb, oğlu olmadığına görə deyirlər ki, sənin fərzəndin yoxdur, deyib var. Deyib nədir? Deyiblər nədir? Deyib ki, Rüstəm və Zöhrə fəslini mən tərcümə eləmişəm Şahnamə əsərinin, o mənim oğlumdur. Nə böyük arzularla, ideyalarla yaşayıb bunlar. Sözü öz övladı sayılır. Baba, söz mənim övladım. Bu sadəcə bir çəkiliş deyil. Bu xalqın mənəvi dünyası ilə dünyanı tanış eləməkdir. İç-içə olmaqdır. Dünyanı yaşıllaşdırmaq deməkdir. Düzdür, sağolun. Bugün dünyanın yaşıllaşmağa çox ehtiyacı var. Başına döndüyüm gül üzlü sona, ömrümün ilk çağı yadıma düşdü. Şairlər vətəni bizim tərəflər, Tərlan oğlu yadıma düşdü. Səməd Vurğun deyib, ilk dəfə bunu. Özü də Səməd Vurğun deyil, Səməd Vurğunun dili ilə dedilir, şairlər vətəni bizim tərəflər.